Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. İlk öncə səsimə görə üzr istəyirəm sizdən. Naxoşlanmışam, səsim batıbdı. Rahat danışa bilmirəm. Qızlar, yəqin ki, başlıqdan, videonun əvvəlindən sizə aydın oldu ki, bu mənim növbəti gecikmiş vloqlarımdan biridir. Açıqcası artıq paylaşmaqdan vaz keçmişdim, paylaşmayacaqdım, amma sonra qərar verdim ki, artıq üzərində işləmişəm, hazırdır və mən bunu paylaşım sizlərlə. Burada da belə deyim, xatirə kimi qalsın. Dediyim kimi gecikmiş yeni il vloqumuzdur, 31 dekabr günümüzdür. Bu il çox, yəni adi bir qaydada keçirmişik bayramı. Əslində hər il qeyri-adi bir şeylər də etməmişik, amma bu il belə deyim də qızlar, qonağımız falan olmayacaqdı. Planımız da belə idi ki, bir yemək, bir dənə də salat hazırlayaq və çox da özümüzü belə deyim də əziyyətə salmayaq, bu şəkildə bir qərar vermişdik. Mən də səhər durdum, gördüm iş güc yoxdur. Dedim ən yaxşısı mən uşaqları aparım dinozavrların sərgisinə. Düşündüm ki, yəni bugündən sonra, 31-dən sonra çox sıxlıq olacaq. Bayram günü çox adam çıxmayacaq və mən gedim uşaqları da rahat-rahat gəzdirim. Gedəndə gördüm ki, həqiqətən də düzgün qərar vermişəm. Adam çox az idi, çox rahat şəkildə gəzdik. Uşaqlar buranı çox bəyəndi qızlar. Əgər kim getməyibsə, yanvarın 21-nə qədər fəaliyyət göstərəcək. Mütləq şəkildə uşaqları aparın. Deməli, həm böyük, həm kiçiklər fərq etməz. Bir adamın girişi 10 manatdır. İçəridə atraksiyonlar var. Uşaqlar oradan limitsiz istifadə edə bilirlər. Yəni oyun yerləri var. Batut falan belə şeylər. Yəni hamısı o pula daxildir. Biz 4 nəfər getmişdik. Mən, Uğur, Mehrin, bir də qaynımın oğlu Rüzgarı özümlə aparmışdım. Açığı uşaqlar içəri girəndə Uğur yox, amma Mehrinlə Rüzgar biraz qorxdular. Çünki dinozavrların belə səsi falan var idi, amma o qədər keyfiyyətli düzəldilib ki, yəni bilmirəm bu Azərbaycandan mı istehsal olunub, belə deyək də, Azərbaycanlıların mı ideyasıdır, yoxsa xaricdən mi gəlib bu sərgi? Açıqcası bir məlumatım yoxdur, amma həqiqətən gözəl hazırlanıb, çox yaxşı işləyiblər. Biraz sadəcə olaraq belə yaşıllıq falan, ağaclar biraz fərqli olsaydı dekorativ baxımından daha gözəl olardı. Amma dinozavrlar çox qəşəng, mükəmməl düzəldilmişdi. Uşaqların çox marağını çəkdi. Dediyim kimi Rüzgarla Mehrin birinci qorxdular. Ən çox da səslərindən qorxdular. Dinozavrlarda belə hərəkət də var idi. Yəni başlarını hərəkət etdirə bilirdilər, gözlərini yumub aça bilirdilər. Amma təbii ki, belə yeriyib eləyə bilmirdilər də. Sonra Rüzgarla Mehrin gördülər ki, yox, yəni elə dinozavrlar olduqları yerdə qalıb. Artıq qorxuları qalmadı. Həm də mən belə deyim də tam hər yeri gəzdirməmiş apardım oyun yerinə. Biraz orada açıldılar, belə deyim. Qorxuları elə biraz da keçdi və təzədən düşdük. Bu dinozavrların hamısına bir-bir baxdılar. Adlarını yəni Uğur oxudu, onlara izah elədi. Hamısı haqqında məlumat veriblər orada. Belə yaxşı bir yer idi. Bizim evimizə də yaxındır. Bakı Expo Center'da təşkil olunub bu sərgi. Yəni ərazi olaraq geniş bir yerdir deyə orada təşkil olunubdu. Getməyimiz də rahat oldu. Elə yoldaşım apardı, qoydu. Uşaqlar biraz içəridə oynadılar, baxdılar, elədilər. Amma bir hardasa 2 saatdan da artıq bir vaxt keçirdik biz burada. Daha sonra isə uşaqları da götürdüm, getdim McDonald's-a. Orada da günorta yeməklərini yedizdirib evə qayıtdıq. Axşam işlərimiz var. Dediyim kimi çox elə işimiz olmayacaqdı. Bundan öncəki günü mən tort hazırlamışdım. Yeni ilə aid bir tort hazırlamışdım. Baldızım salatı öz boynuna götürdü. Qaynanam da yeməyi öz boynuna götürdü. Mən artıq işimi öncəki gündən görmüşdüm deyə durdum, uşaqları gəzməyə apardım. Açıqcası planımda evi təmizləmək idi. Dedim işim gücüm yoxdur, evləri təmizləyərəm, amma gördüm uşaqlar da darıxırlar.
Hava da yaxşı idi, pis deyil idi. Elə yaxşı ki, evdə qalmamışdıq, biz bura gəlmişdik. Bu 3 dinozavrın üstünə də uşaqlar çıxıb otura bilirdilər. 2 dəfə oturdular. Birinci səfər oturanda biraz belə tərəddüd edirdilər, amma sonra çox xoşlarına gəldi. Dediyim kimi günorta yeməklərini yedizdirdim uşaqların. Daha sonra evə qayıtdıq. Axşamüstüyə doğru artıq masanı hazırlamağa başladım qızlar. Yeni ilə uyğun olsun deyə qırmızı qablarımı çıxartmışam. Hər il dediyim kimi bizə belə deyim də baldızımgil gəlir. Biz bir yerdə keçirdirik bayramı. Bu il qaynımgil olacaq. Baldızımgil gələsi olmadılar. Rayona getmişdilər. Yəni belə deyim də ekstra bir şeylər etməyə gərək duymadıq. Yüngülvari bir süfrə açdıq. Bir də bizim yanımızda qızlar yaxşı bir məkan açıblar. Bu arada uşaqlara da qar almışdım. Yoldaşımın dayısı nəvələri də gəldi. Hamısı qarışmışdı bir-birlərinə. Həqiqətən çox əyləndilər. Doğrudan da uşaqlara baxdıqca fikirləşirəm ki, o doğru sözdür ki, bayram uşağındır. Nəysə, deməli məkan barədə danışırdım qızlar. Mərdəkanda bir məkan açıblar. Ləzzət kulinariya belə bir yerdir. Çox geniş, böyük bir yerdir. Orada hər cürə qida məhsulları satılır. Salatlar, bilinçiklər, çudular, bildiyiniz hər növ turşular, hər növ yeməklər, şirniyyatlar və oradan axşam bilinçik aldıq. Toyuq ətli bilinçik idi. Nə tvaroqlu qalmışdı, nə də ətli qalmışdı. Bundan öncəki qonaqlığımız olmuşdu. Onda da biz oradan alış-veriş eləmişdik. Bayram günü də axşam qərarlaşdırdıq ki, elə biraz da bilinçik alaq süfrə üçün. Həqiqətən də çox dadlı, yəni yaxşı hazırlayırlar, təmiz hazırlayırlar. Bir də onları qoyduq, vəssalam, süfrəmiz belə oldu. Bu da mənim tortumdur, qızlar. Belə yeni ilə uyğun dekorlar almışdım. Onu da qoydum üstünə. Adi biskvit tortudur. Yedik, içdik, tortumuzla çay da datdıq. Yoldaşımın dayısıgil gəldilər sonra. Atəş və şanlıq vaxtı. Yoldaşım özü də fişəng falan belə şeylər almışdı. Onları da belə atdılar. Bu da bizim oldu yeni ilimiz. Yeni ildən növbəti günü qızlar açıqcası evdə oldum. Ayın 1-i. Uşaqların otağını çox dərin bir təmizlik etdim. Çoxdan idi ki, planımdaydı. Yəni yadınızdadırsa uşaqların otağını da bəzəmişdik. Elə ayın 1-i günü mən bəzəkləri falan hamısını götürdüm. Yəni dib bucaq evi yaxşı bir yer-yığış elədim. Növbəti gün isə uşaqları şəhərə gəzməyə çıxartdıq. Deməli qızlar, mən hər il özümə söz verirəm ki, uşaqları bayramdan öncə gəzməyə çıxardacağam, amma hər ildə bu sözümə əməl etmirəm. Elə bugün sabah deyə bayramı başa vururuq və bayramdan sonraki günlərə qalırıq. Mən adam çox olan yeri, tünlük olan yeri sevmirəm. Orada mən rahat olmuram. Yəni bu çəkilişləri belə nətər deyim, sıxla-sıxla eləmişəm də, sırf vloqun xətrinə eləmişəm. Yəni qismət olmadı, gedə bilmədik. Bayramdan sonraya qaldı. Adam çox idi, hədsiz çox idi. Təbii ki, başa düşüləndir, hamı evdədir, uşaqlar, yəni valideynlər. Ona görə də hamı elə bu günlərdə çıxır, belə sıxlıq olur şəhərdə. Biz bulvardakı soyuq əllər istürəklərə gəlmişdik. Uşaqlar buranın ən çox da bu konki sürmə yerinə görə istədilər. Onun üçün bura gəldik. 15 dəqiqəlik içəri keçdilər. Yoldaşım da onlarla bir yerdə girdi ki, uşaqlara nəzarət eləyə bilsin. Bir adamın girişi də 10 manat idi. Uşaqlar burada çox əyləndilər, çox xoşlarına gəldi. Uğur sonra heyfsləndi ki, kaş öncədən bir dəfə də gəlmiş olardıq. Nəysə eybi yoxdur, yəqin ki, gələn il yenə eləyərlər. Belə hər cürə də təhlükəsizlik tədbirləri alınıbdı, qızlar.
vaxta, dəqiqəyə uyğun olaraq hamıya belə bəlciklər vermişdilər. 15 dəqiqəlik bəlciklər yaşıl rəng idi. Yəni vaxtın tamamında yaşıl rəng olanları çıxardırlar, sonra vaxtın tamamında qırmızı, bir də göy bəlciklər olmalı idi. 3 vaxt kateqoriyası var idi. Və 6 yaşdan yuxarı uşaqlar üçün idi. Düzdür, Mehrinlə Rüzgarın 5 yaşı var, amma yəni elə Mehrin bu gün sabah 6 yaşı olasıdır da. Yəni onları buraxdılar, keçdilər içəri. Belə bir yer idi, xoşumuza gəldi, bəyəndik. Uşaqlar da çox əyləndilər. Burada çıxış hissəsidir. Burada uşaqlar əyinlərini geymişlər, yəni ayaqqabılarını falan dəyişmişdilər. Bir tərəfindən giriş idi, bir tərəfindən də çıxış hissəsi idi. Deməli, buranı biraz gəzdik. Burada uşaqlara korundog belə bir yemək aldım. Açıqcası elə də çox xoşuma gəlmədi, bəyənmədim. Özümə də bir kofe almışdım. Hava çox soyuq idi, dəhşət soyuq idi. Elə düşünürəm ki, mən də orada üşüdüm. Daha sonra da xəstələndim. Biraz uşaqların şəkillərini falan çəkdik. Gec getmişdik, təəssüf ki, gec getmişdik. Yəni mənim açıqcası getmək fikrim yox idi. Ondan öncəki günü çox yorulmuşdum, həqiqətən yorğun idim. Amma yoldaşım dedi ki, yox, uşaqları aparaq, o da çox gec dedi, təəssüf olsun. Tam belə ürəyimizcə rahat gəzə bilmədik. Buradan da çıxıb qardaşımgilə gedəsi idim. Deməli, oradan çıxdıq, bulvar tərəfdən çıxdıq, Targovdakı Soyuq Əllər İsti Ürəyə gəldik. Burada insanlar oradakından daha da çox idi. Yəni orada biraz heç olmaya boş belə piştaxtalar tapmaq olurdu, amma bura vəbşə çox dəhşət idi. Mənim açıqcası artıq hövsələm daralmağa başlamışdı. Həm də bura mənə elə çox maraqlı gəlmədi, qızlar. Əsas maraqlı olan o biri tərəf idi. Düzdür, burada stendlər çox idi. Yəni yemək seçimləri, şirniyyat seçimləri çox idi. Orada daha az idi, amma mən ən çox bulvar tərəfi bəyəndim. Nəysə, bu da bizim qızlar yeni il vloqumuz. Hər birinizi yeni il münasibəti ilə təbrik eləyirəm. Hər birimizə uğurlu illərdən olsun bu il.